Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 9776 boşanma qeydə alınıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə hər 1000 nəfərə düşən boşanma göstəricisi 1,9 olub. Boşanmaların sayına görə ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Paytaxtda ilin ilk 6 ayında 2815 boşanma rəsmiləşdirilib. Hər 1000 nəfərə düşən boşanma göstəricisi isə 2,4 olub. İnzibati ərazi vahidləri arasında ən çox boşanma Bakı şəhərinin Xətai rayonunda qeydə alınıb 430. Sonrakı yerlərdə Yasamal, Suraxanı, Sabunçu və Qaradağ rayonları qərarlaşıb. Bakıdan sonra ən çox boşanma Lənkəran Astara iqtisadi rayonunda qeydə alınıb 652. Bu iqtisadi rayonda ən çox boşanma Cəlilabad rayonunda, Masallı rayonunda, Lənkəran rayonunda və Astara rayonunda qeydə alınıb. Gəncə Daşkəsən iqtisadi rayonunda 582, Qarabağ iqtisadi rayonunda 871, Qazax Tovuz iqtisadi rayonunda 558, Quba Xaçmaz iqtisadi rayonunda 496 və Şəki-Zaqatala iqtisadi rayonunda 423 boşanma baş verib. Ən az boşanma isə Xankəndi şəhərində qeydə alınıb 5. Ardınca Ağdərə rayonu, Xocavənd, Sədərək və Naftalan şəhəri gəlir. Bununla belə əhalinin sayına nisbətən vəziyyət fərqlənir. Hər 1000 nəfərə düşən boşanmaların sayına görə ən yüksək göstərici Xocalı rayonunda qeydə alınıb. Bu rayonda hər 1000 nəfərə düşən boşanma göstəricisi 4,9 olub. Sonrakı yerlərdə Naftalan şəhəri, Yasamal rayonu, Qaradağ və Qubadlı rayonları, Şirvan şəhəri və Xətai rayonu qərarlaşıb. Ən aşağı göstərici isə Qobustan rayonunda qeydə alınıb. Hər 1000 nəfərə 0,7 boşanma. Daha sonra Yardımlı rayonu, Cəlilabad rayonu, Qax rayonu, Balakən rayonu, Zaqatala rayonu və Biləsuvar rayonu gəlir. Məlumata görə 2026-cı ilin yanvar-iyun aylarında ölkə üzrə hər 1000 nəfərə düşən nikahların sayı 3,8 olub. Bu ilin ilk 6 ayında şəhər və rayonlar üzrə ümumi və hər 1000 nəfərə düşən boşanma sayı belə olub.